Allah Teala'nın bu ümmete nimet olarak ata ettiği, lütf olarak verdiği azametli nimetlerden biri de Muhammed'i sallallahu aleyhi ve sellemi onlara elçi olarak gönderip onunla azametli kitabını nazil edip o kitap ki batil ona dokunabilmez, ne önünden ne arkasından, o kitap ki nurdu, kalpler için, şefaatı sineler için, hidayetli yolunu yitiren azanlar için, rahmetli müminler için. Ey Allah'ın bendeleri, belli bilin ki bu nur gelmemişten önce zulmetiydi dünya, zulmetin içerisindeydi. Cahilliğin zulmetinin, şirkin zulmetinin, hurafatın, bid'atin zulmetinin, nefsin havasına uymağın zulmetinin, sertleşmiş kalplerin zulmetinin, zulmün, tecavüzün, edavetin zulmetinin ve Allah'ın kitabı geldi. Kur'an geldi. Peygamberin sünnesi geldi. Allah Teala vahiy olarak nazil etti. Nazil etti ki ölmüş kalpler dirilsin. İtmiş nefsler yolunu tapsın. Hidayete yönelsin. Parçalanmış ümmet tevhid kelimesi etrafında birleşsin. Allahu veliyyullezine amenu yukhricuhum minezzulumati ilen-nur. Allah iman edenlerin dostudur, velisidir. Onları zulmetlerden nura çıkarır. Ve o nur ki Allah Teala'dan gelip bize hiç de dillerde okunan mücerret kelimeler değil veya sadece ayetlerden ibaret değil. Hansını ki bazıları ancak divarlardan asır. Veyahut da reflere koyulmuş bir kitap değil ki koyulsun, sonra terk olunsun. Eksine menhecdir, yoldu, hayat yolu, nicat yolu, İslahın düsturudur, nizamıdır. Ve kim bu nuru istiyorsa kalbini Kur'an için açmalıdır. Kim rahatlık istiyorsa Rahman'ın zikrine kayıtmalıdır. Kim sabitliği istiyorsa, hususen de fitneler zamanı, elçilerin ağasının sünnesinden tutunmalıdır. Ve neyse insan yaşayır aramızda, yeyir, içir, gülür, danışır, gezir. Lakin dahili zulmetti. Allah'a aparan yolu tanımır. Neyse insan günahlar onu ağırlaştırıp, gaflet onu yorup, şehvetler, şüpheler onu ihate edip, rahatlık tapabilmir, sakinliği tapabilmir. Vallahi Allah'ın nuru yalnız itayetle elde edilir. Onunla rahatlık tapılır. O hayattı kalpler için, hayattı cesedler için, bedenler için ve hakiki salamatlık Allah Teala'nın razılığını aktarmaktadır. Yehdi bihillahu men itteba ridvanehu subulesselam. Allah Teala onun razılığını aktarana salamat yollara hidayet eder. Düşünün, Allah size rahmetsin. Rabbiniz demedi ki herkese hidayet eder. Dedi ki men itteba ridvane. Onun razılığını aktaranı hidayet eder. Ona göre de hidayet, samimiyete, sadikliğe ihtiyaç duyur. Nur ihtiyaç duyur ki yönelesen Allah Teala'ya, gaydasan ona. Allah'a aparan yol istiyor ki gel Allah Teala'nın razılığını istesin. İnsanların razılığını yok. Şeytanın, nefsinin, öz havanın razılığını yok. Ona göre de Allah'ın kulu nefsi ve sual ver. Sadik, samimi bir sual. Hansı ki kaçabilmeyesen o sualdan. Soruş ki sen Allah'ın razılığını aktaranlardansan, yoksa yok. Eğer Allah Teala'nın emriyle nefsinin isteği birbirine zidd olarsa Allah'ın razılığını seçeceksen, yoksa ki nefsini. Ve eğer Allah'ın kitabından bir ayet işitsen, ona teslim olacaksan, emrine boyun eğeceksen, yoksa yok. Kalbin onunla razılaşacak, yoksa imtina edecek.
Nefsime sual ver. Peygamber sallallahu aleyhi ve sellemin sünnesini bilenden sonra tələsik tez ona əməl etmək istəyir, yoksa yok. Yoksa ki çok eşidirik, çok bilirik, lakin halımızdan az bir şey değişir veya yaxud da heç nə değişmir. Ona görə də Allahın qulları, əziz qardaşlar, ən əzəmətli müsibətlərdən biri də bu zamanda Allahın kitabı, Kur'an'ın terk olunmasıdır. Baxmayaraq önümüzdədir, baxmayaraq evimizdedir, rəflərdə tapırıq, lakin qəlblərdən uzaqdır. Tapırıq, oxunmuş halda dinləyirik, lakin əxlaqımızdan, davranışımızdan heç nə değişmir. Eşidirik mucizeləri, lakin o mucize qulaqlarımıza necə daxil olursa, elə də çıxır. Elə isə hanı Kur'an'ın əxlaqımıza təsiri, hanı namazımızın muamiləmizə vurduğu təsir, nəticə, hanı səmimi imanın təsiri, hanı təsiri əmanətimizdə, yaxşılığımızda, səbrimizdə, Allah'a qarşı olan qorxumuzda. Kur'an nazil olmayıb ki, sadəcə gözəl səs olsun veya güzel bir ses kimi eşidilsin, dinlenilsin. Əksinə nazil olub ki, kişiler yetiştirsin, qəlbləri pak etsin, ümmət qurulsun, sağlam bir toplum olsun, doğru yola yönətsin. Abdullah ibn Məsud radiyallahu anhu buyurub ki, Kur'an okuyan qari insanlar yattığında gecesini tanımalıdır. Yani gece namazlarına kalkmalıdır. Gündüzler insanlar yiyip içtikdə o gündüzünü tanımalıdır. Yani orucunu tutmalıdır. İnsanlar fərəhlənəndə o bilməlidir kədəri nə üçündür. İnsanlar güləndə bilməlidir nə üçün ağlayır. İnsanlar boş-boş danışanda o sükutunu tanımalıdır. İnsanlar təkəbbürlü edəndə o Allah'tan qorxmalıdır. Bəli, ay Allah'ın qulları, Allah'ın yolu açıq aydındır və fitnələr də çoxdur. Hak beyan edilib, lakin şübhələr, şəhvətlər aldanandır. Ahirət yaxındır, lakin qəflət unutturandır. Və neçə insan var ki, evindən çıxıb, lakin qayıtmayacaq. Neçə insan var ki, səhəri ailəsi arasında sağlam sabahlayıb, lakin akşamı qəbirdə gecələyəcək. Və neçə insan var ki, uzun ömür yaşamaq arzusuyla arzular qurub, ümidlər qurub, lakin ölüm onu gafil yakalayacaq. O qəflətdəykən, elə isə nə vaxta qədər tövbə gedişdiriləcək, nə vaxta qədər deyiləcək ki, sabah Allah Teala'ya qaydaram, nə vaxta qədər bu dünyadan tutunacaq, yaşanacaq, sanki bu dünya əbədiyyət diyarıdır. Nə vaxt qədər unudulacaq ki, yol ancaq keçid üçündür. Ey günahları ona ağırlaşdırmış, tövbə qapıları açıqdır. Rəbbin açıq qoyub tövbə qapılarını ki, qəbul etsin tövbəni. Ey qəflətdə qalmış, şəhvətlər onu aldatmış, Rəbbinin rəhməti genişdir, lütfü böyüdür. Ey qəlbi daşlaşmış, bil ki, Kur'an qəlbləri yumuşaldır. Ey uzaqlaşmış, qayıt Allah Teala'ya. Allah Teala qulunun tövbəsinə sevinir. Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah. İnnallaha yaghfiru zunuba cemi'a. Ey öz nəfsinə qarşı həddini aşmış Allah'ın bəndeləri, Allah'ın rəhmətindən ümidinizi üzməyin. Allah Teala bütün günahları bağışlayandır. Ona göre de korkun Allah Teala'dan. Bilin ki Allah Teala'nın nuru hansı ki gönderip bize, ondan gelip bize, onun faydası yalnız o kəsə təsir edir ki, o kəs o nuru səmimiyyətlə tələb edir. Allah'ın əmrlərinə boyun əyir, nəfsiyle itaətdə mübarizə aparır. Ona göre de Kur'an'ı terk etmeyin. Okuyun onu düşünerek, kulak asın ona Allah'tan korkarak, öğretin evlatlarınıza, onu evinizde hakim kılın, əxlaqınızda, muamelenizde hakim edin. Bilin ki, Kur'an'dan faydalanmağın
əlaməti odur ki, qulun Allah qorxusunu artırsın. Bəndələrinə qarşı Allah Taalanın rəhməti artırsın. Haramdan səni uzaq etsin. Həris etsin səni namazlara. Dilini qorusun. Qəlbini saf etsin, təmiz etsin. Allah'ım, Kur'an'ı qəlbimizin baharı et. Sinələrimizin nuru et. Kədərimizi aradan qaldıran et. Qaygılarımızın yok olmasına sebep et. Allah'ım, bizi zülmətlərdən nura çıxart. Cahilliğin, qəflətin, asiliğin zülmətindən, imanın, elmin, itaətin nuruna çıxart. Allah'ım, İslam'ı, Müslümanları izzət et. Müslüman cavanları ıslah et. Vəfat etmiş Müslümanlara rəhm et. Həstələrinə şəfa ver. Aclarını doyur. Ölkəmizi, digər Müslüman ölkələrini xətadan, bəladan qoru. Ölkə başçımızı qoru. Onu sevdiğin, razı qaldığın işlərə müvəffəq et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli zəmb fəstəğfiruhu innəhu vəl-ğafurur-rahim. Elhamdülillahi Rabbil alemin. والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون وأقيموا الصلاة.